Mən Mingəçevir şəhərinin şəhidi Elmar İbrahimovun anasıyam. Görməyən gözlərim şəhidlərə qurban. Alınan qılçalarımın taqəti qurban olsun şəhidlərimizə. Mənim şəhid ailələrim. Mən heç yox, Allahın qulu olmaq istəyirəm. Gözlədim yolunu həsrət içində, oğlum, Elmarım. Tükəndi taqətim, yıxılmadım, ayaqdayam, dərdlərimlə baş-başayam. Elmar, mənim ürəyimizi sakitləşdirmək üçün mənim şəhid ailələrim xeyir işlər görmək lazımdır. Analarım, inanın, onda adam çox rahatlaşır. Allah bizi şəhid ailələrinə səbir versin. İnşallah verər. Çox təşəkkür edirəm. Çox sağ olun oğlum.